Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişini Konstitusiya Məhkəməsi təsdiqləməsə, ölkənin əsas qanununa dəyişiklik edilməsinə şəxsən təşəbbüs göstərəcək. Müsavat.com istinadən xəbər veririk ki, Paşinyan bu barədə Yerevan Dairə Beynəlxalq Forumu çərçivəsində deyib. Saziş Konstitusiya Məhkəməsinə göndərilməlidir. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi qərara gəlsə ki, saziş Ermənistan qanunlarına uyğun deyil, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış eləyəcəm. Çünki hesab eləyirəm ki, sülh imkanı əldən verilməməlidir. Qeyd eləyək ki, Ermənistanın Xarici İşlər Nazirliyi martın 13-də bəyan eləyib ki, Azərbaycanla sülh sazişinin mətni razılaşdırılıb və rəsmi İrəvan sənədin imzalanma vaxtı və məkanı ilə bağlı təklifləri müzakirə eləməyə hazırdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə bildirib ki, sazişin imzalanması bir sıra şərtlərin yerinə yetirilməsindən asılıdır. Bu şərtlərə sərhəddə atəşkəsə əməl olunması, eləcə də Ermənistan Konstitusiyasında Bakıya qarşı ərazi iddialarını istisna edən dəyişikliklərin edilməsi daxildir. Bundan əlavə, Azərbaycan tərəfi artıq fəaliyyətsiz hesab edilən ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğv edilməsində də israrlıdır deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.